Qardaşlar, Əhya gecəsidir. Quran-ı Kərimə əsasən bu gecə 1000 aydan üstündür. Bu gecə mələklər və ruh nazil olur. Qədir surəsində Allah təala buyurur. Mələklər bu gecə nazil olur. Yəni Quran-ı Kərimə əsasən bu gün biz burada tək deyilik. Bizim aramızda Allahın mələkləri var. Bir yox, mələik cəm halda. Əlavə Quran deyir və ruh adlanan Allahın xüsusi bir varlığı var. İndi təfsirlər nə deyir? Cəbrail əleyhissalamdır və digərdir. O da bu gecə, Əhya gecəsi nazil olur. Və bu gecə səhərə qədər xeyir, bərəkət, əmin-amanlığı var. Qədr gecəsi Quran bizə belə tanıtdırır. Amma hədislər əziz Peyğəmbərimizdən Allahın salamı olsun ona və əhl-i beytinə nəql olunan hədislərə əsasən belə buyururlar. Mən samə Ramazan. Hər kəs Ramazan ayını oruç tutsa, imanən və ihtisabən, niyyəti riyakarlıq, özünü göstərmək, reklam olmayan, oruç tutar Ramazan ayını sırf Allaha xatir. Allah deyib oruç tut, bəndə deyib baş üstə. Allaha xatir oruç tutar. Xaracə minəz-zunub, günahlardan çıxar. Günahlar təmizlənər. Necə? Kəyevmin vələdəthu ummuhu. Anadan olanda necə? Pak, təmiz, məsum, günahı yox idi. Ramazan ayı çıxan kimi bu da günahlardan nə olar? Çıxar inşallah. Allah bizi onlardan qərar versin. Sonra bunu nəql eləyən ki, İmam Rıza əleyhissalam nəql eləyir Peyğəmbərdən, sonra gəlir belə buyurur. Peyğəmbər buyurdu. Mən ədrəkə şəhrə Ramazan. Qardaş, oruç tut, günahlardan təmizdən də. Təzə anadan olan uşaq kimi ol. Birdən amma biri bu ayın qədrini bilməyə. Hər kəs Ramazan ayını dərk eləyə, hüzur tapa. Fələm yuğfər ləh fəəbədəhullah. Ramazan ayı əlinə fürsət düşə, özünü Allaha bağışlatdıra bilməyə. Rəhmət qapısı açılıb, qapıdan keçə bilməyə. Şeytanlar zəncirlənib, şeytanın zəncirindən qırıla bilməyə. Hər kəs Ramazan ayına əlinə fürsət düşə, özünü Allaha bağışlatdıra bilməyə, Allah onu deyir, uzaq eləyər. Və mən ədrəkə leylətəl qədr. Hər kəs əlinə fürsət düşə, Qədr gecəsi, bax bu gecə, Əhya gecəsi. Fələm yuğfərlə. Yenə də Qədr gecəsində, heç olmasa bir oyaq qalmaqla, bir göz yaşı tökməklə, Allaha peşimançılıq bildirməklə, Allah bilməmişəm, qələt eləmişəm, bir söz denəndə Allaha denən sın, təkəbbürü qoy qırağa. Bu Qədr gecəsində də özünü Allaha bağışlatdıra bilməyə, fəəbədəhullah. Allah onu biraz da uzaq eləyər. Ramazan əlvə düşür fürsət, Əhya gecəsi 1000 aydan üstün gecə əlində fürsət, sən özünü Allaha bağışlatdıra bilmirsən. Necə olar onda? Allah onu biraz da uzaq eləyər. Sonra Peyğəmbər buyurdu. Və mən zukirtu ində. Hər kəs onun yanında mənim adımı çəkələr. Fəsalla ələyyə. Peyğəmbərin adı çəkəndə vəzifəmiz nədir? Salavat deməkdir. Mənim adım çəkiləndə salavatı mənə deyə vələm yuğfər ləhu fəəbədəhullah. Amma bu adam salavat deyə Allah onu bağışlamaya, Allah onu biraz da uzaq eləyər. Nə gözəl kəlamdır. Ramazan ayını dərk eləyir, bağışlanmadı. Əhya gecəsini dərk elədi, bağışlanmadı. Allahın uzaqlığı. Sonra Peyğəmbər mövzunu dəyişdi elə bil. Hər kəsin əlinə bu fürsət düşür, bağışlatdıra bilmir. Peyğəmbərin adı çəkilir. Peyğəmbər deyir ki, mənə salavat göndərir. Salavat göndərir də kişi. Amma deyir, bağışlanmasa Allah onu uzaq eləyər. Niyə? Sizcə onu niyə bağışlamır Allah? Salavat göndərdi də. Qilə, ya Rasulallah sallallahu aleyhi və alihi və səlləm, kayfə yusalli aleykə və ləm yuğfər ləh? Sizin üçün necə bu sual yarandı? Necə bu adam sənə salavat göndərir, amma Allah onu bağışlamır? Niyə? Nə üçün? Fəqalə, Peyğəmbər buyurdu, Allahın salamı olsun ona və əhl-i beytinə, innəl abdə, bəndə, İza sallə aləyyə, mənə salavat göndərsə və ləm yusalli alə ali, mənim ailəmə, əhli beytimə salavat göndərməsə, necə ki, bəziləri belə edir. Sallə alə Muhammed daha dayanır. Peyğəmbər adından sonra əhli beytin adını çəkmir. Onlar tanımaq istəyirsiniz, deyirlər, Peyğəmbərdən hədis var, Peyğəmbər belə buyurdu, sallallahu aleyhi və səlləm. Alinin nədir orada?
götürdü. Aha, bu o adamlardandır, Peyğəmbərin adamlardandır. Mənə salavat göndərə, əhl-i beytimə salavat göndərməyə luffət tilkəs salat, bu salavat bükülər və luribə biha vəcəhə, onun üzünə çırpılar və idə sallə aləyyə və alə aliğufrələ. Amma əhl-i beytimə də salavat göndərsə, bu salavatın sayəsində Allah onu bağışlayır. Əhl-i beyti görə neynəsən? İnşallah, ümidvaram ki, Allah təala bu salavatların sayəsində, bu əhya gecəsində, Ramazan ayında bizi neynəsin? Bağışlayıb, əff eləsin. İndi bu gecə həm də Qədr gecəsi olmaqla yanaşı, bu Qədr gecəsinin içərisində maraqlı bir, ən üstün hadisə var. Qur'an-ı Kərim bu gecə nazil olub. İnna ənzəlnahu fi leylətil qadr. Biz Qur'anı Qədr gecəsində nazil etmişik. Hətta Qur'an-ı Kərimdə Allah təala Ramazan ayının üstünlüyünü, fəzilətini bizə tanıtlarında deyir ki, Ramazan ayı bilirsiniz necə aydır? O ayda Qur'an nazil olub. Yəni Ramazanın da dəyəri, hörməti nə iləndir? Qur'anın nazil olmağı iləndir. İndi bu Qur'anı da inşallah birazdan qardaşlar hamımız bir yerdə qoyacağıq başımıza. Allahı and verəcəyik Allahlığına, 14 məsuma dua eləyəcəyik. Qardaşlarım, möminlər, Quranı hara qoyacağıq? Başımıza. Quran dəyərli kitabdır. Quranı sinəmizdə də belə tutsaq çox yaxşıdır. Quranı belə də qoysaq, məsələn üçün, üzümüzü qoysaq, nə ziyanı var? Quranı əlimizdə tutub Allaha belə qaldırsaq, nə ziyanı var? Qur'an-ı Kərimi gərək hara qoyaq? Bədənimizin ən üstün üzvü haradır? Başımıza. Alimlər bunun haqqında bəhs açıblar. Ehtimallar veriblər, həqiqəti Allah bilir. Qur'an başımızdadır, yəni Qur'an başımızdan da ucadır. Qur'an başımızdadır, yəni bu başımızın içinə ilə hərəkət eləməlidir. Çıxar beynində olanların hamısını tök qırağa, Qur'an deyən olacaq bundan sonra. Gör dünya axirətdə xoşbəxt olursan ya yox. İndi Qur'an-ı Kərimdən biz bu gecə hamısını danışa bilmərik, ona elmimiz də, savadımız da çatmır. Amma mən bugün sizə o Qur'an ki başımıza qoyacağıq, o Qur'an ki onu Allaha and verib dua istəyəcəyik, o Qur'an-ı Kərimdən iki növ bəzi ayələri seçmişəm. Allah Teala Qur'an-ı Kərimdə bəzi ayələrində deyir ki, Allah sevir, bəzi ayələrində Allah deyir, sevmir. Qur'an-ı Kərimdə Allah Teala buyurur ki, bəzi bəndələri sevirəm, bəzi bəndələri isə sevmirəm. Özü çox maraqlıdır, ustad bağışlasın. Mənim araşdırmamda ki, orada rast gəldim, deyir ki, Qur'an-ı Kərimdə Allahu yuhibbu, Allah sevir, Allahu la yuhibbu, Allah sevmir, 16 dəfə o gəlib, 16 dəfə bu gəlib ağa. Bu Qur'an-ı Kərimin, belə deyək, elmi, riyazi möcüzələrindəndir. Qur'an-ı Kərimdə gecə və gündüz kəlməsi, baxın, yoxlayın. Dünya və axirəti yoxlayın. Allah dəqiq riyazi hesablama ilə biri artıq, biri çox gəlmir. Az gəlmir. Allah Teala Qur'an-ı Kərimdə 16 dəfə deyib, mən sevirəm, 16 dəfə deyib, mən sevmirəm. İndi hamısını mənə imkan yoxdur sayam. Bunların arasında mən bir neçəsini diqqətlə çatdırıram. Biz ki, bu gecə Allahdan Qur'an başa qoyub, istəyir görə bu Qur'an kimi sevir? Bizi onlardan eləsin. Amin. Qur'an kimi sevmir, bizi onlardan uzaq eləsin. Amin. Bir, Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, kim yaxşılıq edir, yaxşı işlə məşğuldursa, Allah onu sevir. Və enfiqu fi sabilillah, Allah yolunda verin, əl açıq olun, xərcləyin. Və la tulqu bi aydikum ilə təhlükə, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Və əhsinu, yaxşılıq edin. İnnallaha yuhibbul muhsinin. Allah Teala yaxşılıq edənləri sevir. Allah kimi sevir? Yaxşılıq edənləri sevir. İnşallah bizim indi vəzifəmiz nədir? Quran deyir, yaxşılıq edin, Allah yaxşılıq edənləri sevir. Gərək yaxşılıq eləyək ki, Allah da bizi sevsin. 2. Bəqərə surəsi 195 idi. 2. Təqvalıları sevir. Bəla, mən avfa bi əhdihi vəttəqa fə innəllaha yuhibbul muttəqin. Bəli, kim öz xeyrinə, əlbəttə bu bəli xeyr kimi tərcümə olunur. Xeyr, kim öz əhdinə vəfa etsə, kim verdiyi sözü tutsa,
əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz Allah da təqvalıları sevir. Vəzifəmiz təqvalı olmaqdır. Olun təqvalı, Allah bizi sevsin inşallah. Ali-İmran surəsi 76. 3. Möminlər. Əhyə gecəsidir. Gəlin ədalətli olaq. Gəlin insaflı olaq. Bəli, özümüzə çatanda ədaləti tələb edirik. Başqalarına qarşı isə ədalətsiz oluruq çox vaxt. Quran-ı Kərimdə Allah təala buyurur ki, düşmənə qarşı belə ədalətli olun. Kimə qarşı? Düşmənə qarşı belə ədalətli olun. Ayəyə baxın, Maidə surəsi 42-ci ayə. Əgər hökm etsən, aralarında haqla ədalətlə et. Çünki Allah ədalətliləri sevir. İnnəllaha yuhibbul muqsitin. Allah ədalətli olanları sevir. Bu gecənin şahidi Həzrət Əleyhisselam ədalətli idi. Hətta alimlər deyir, öz ədalətinin qurbanı olub. Ən qatı düşməninə qarşı onu bu gecə zərbətləyib şəhadətə çatdıran, qılıncına zəhər qatan İbn-i Mülcəmə imamın qabağına yeməyi qoyurdular. İmamın qabağına çörəyi, südü qoyurdular. İmamın birinci sualı bu olurdu ki, ona vermisiniz? Bu kişi qılınca zəhər qatıb, namaz üstündə, məsciddə, mehrabda namərtcəsinə arxadan zərbə vurub. İmam nə deyirdi? Sağ qalsam özüm bilirəm. Mən ölsəm o mənə bir zərbə vurub, onu da bir zərbə vurun. Onu musla eləməyin. Yəni nə? Öləndən sonra yaxud da işgəncə verməklə öldürməyin. Üzr istəyirəm, qulağın kəs, burnun kəs, barmağın kəs, dilin kəs, gözün çıxart, eləməyin. İbn-i Mülcəm deyir, cəhənnəmin ən aşağı təbəqəsində Peyğəmbər deyir, bədbəxtlərin bədbəxtidir. İmam deyir, onunla, cənazəsi ilə də belə eləməyin. Quran deyir, Allah ədalətləri sevir. Quranı qoyub başıva deyən, ilahi, sənə onu verirəm, məni bu gecə buradan qaytarma. Yəni Allah deyir ki, ədalətli ol, səni bu gecədən belə aparmayayım da. Sən Quranı başa qoy, sonra başqasında qarşı ədalətsizlik elə, Allah neynirsə o bəndə ilə. 4. Mücahidlər. Bəh. Qardaşlar, biz burada əyləşmişik. Yerimiz istidir, amma düşmən qabağında, cəbhədə vətənimizi, torpağımızı, yaşadığımız mühiti qoruyanlar var. Elə belə deyil. Bugün biz rahat əhya gecəsi keçiririk. Yəmənli qardaşlarımız dünyanın ən böyük şeytanı Amerikanın, İsrailin qabağında durublar. Bəli, Fələstində gördünüz iftar süfrələrinin bina yoxdur, ev yoxdur. Xarabalıqların arasında iftar süfrəsi bəziyiblər, yeyirlər. Bugün zindanda həbsdə olan qardaşlarımız qazamatda, Karsda, qaranlıq otaqda bizi kimi xurma, 1, 2, 3 cür nemətlər yox. Çətin şəraitdə ola bilər bir soyuq su ilə də iftar edirlər. Kasıblar, fəqirlər. Bu mücahidlər ki var, Allah Teala Qur'an-ı Kərimdə Səf surəsinin 4-cü ayəsində buyurur ki, o mücahid ki canını Allahın yolunda verir, sinəsini düşmənə sipər edir, Allah o bəndəni sevir. İnnəllaha yuhibbullezine yuqatiluna fi sabilihi saffan ka'annahum bunyanun mersus. Şübhəsiz Allah onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevir. Bəli. Allah bizə də onun dini müdafiə eləməyi nəsib eləsin. 5. Möminlər, Seyyid ağamız buyurdu, bu gecə ən üstün əməl Allahdan tövbə edib bağışlanmaq istəməkdir. Kiminsə günahı yoxdursa desin, yoxdur günahım. Allah Teala Qur'an-ı Kərimdə nə buyurur? Özünüzü təmizə çıxartmayın. Allah bilir kim təqvalıdır. Amma Allah Teala çox maraqlı bir söz deyir. Günahkar tövbə edir. Allah Teala deyir ki, mən tövbə edənləri sevirəm. Bu Allahın qanununu pozub. Allaha qarşı çıxıb. İndi qayıdıb Allah deyir, nəinki bağışlayıram, hətta səni sevirəm. Bəqərə 222-ci ayə. İnnəllaha, həqiqətən Allah Teala şübhəsiz yuhibbut təvvabin. Çox tez tövbə edənlərin Allah Teala sevir. Və yuhibbul mutatahhirin. Öz paklığına çalışanları da neyir? Sevir. Sən pak ol, özünü təmizlə, tövbə elə. Allah tövbəni qəbul edir, hələ səni də neyir? Sevir. Hətta peyğəmbərlərdən var, Allaha deyəndə, Allahla danışır, peyğəmbərlərdən biri. Allahın salamı olsun bütün peyğəmbərlərə. Deyir, ey ariflərin Allahı, Allahdan cavab gəlir. Ey namaz qılanların Allahı, səcdə eləyənlərin Allahı, axırda deyir ki, ey günahkarların Allahı, Allahdan necə dəfə cavab gəlir? Peyğəmbər deyir, ilahi pərverdigara, bundan qabaq namaz qılanlar, möminlər, onların adını çəkəndə bir dəfə cavabını verdin. Tövbə edənlərin, günah
Günahkarların Allahı deyəndə neçə dəfə cavab verdin? Allahdan cavab gəlir ki, onlar nəyəsə güvənir, onların nəyəsə bir şey var da. Amma bu günahkarların Allahdan başqa ümid yeri var. Allah səbr edənləri sevir. Allah təvəkkül edənləri sevir. Allah paklığını qoruyanları sevir. Siyahı uzundur dedim, 16 dəfə Quran-ı Kərimdə gəlib. Əksi nədir? Qulaq asın. Allah bəs kimi sevmir? Bir, Allah günah eləyib, nankor bəndələri sevmir. Günah eləməyin azdır, hələ Allaha qarşı çıxırsan. Günahkar gəlib başın sağa deyirlər, dözmədim də, nəfsimə qalıb gələ bilmədim. Çaşdım, bilmədim, bağışdı Allah. Amma nankorluq edir, Allaha qarşı çıxır. Allah təala buyurur, Vallahu la yuhibbu kulla kaffarin əthim. Allah heç bir günahkar, nankor bəndəni sevmir. Bəqərə 276. 2. Allah Teala təkəbbürlü bəndələri sevmir. Bəli. Allah təkəbbürlü bəndələri sevmir. Loğman həkim əleyhissalam öz oğluna Quran-ı Kərimin Loğman surəsinin 18-ci ayəsində Allah Teala onun dilindən belə deyir. Oğlum, və la tusaqir haddəkə linnas və la təmşi fil ardı maraha İnnəllaha la yuhibbu kullə muxtalin fəxur. Cəmaatdan təkəbbürlə üz çevirmə. Adam var elə görsən, baxışı təkəbbürdür. Yeriyəndə də yer üzündə lovğa-lovğa təkəbbürlə yol yeriməyiyorsun, aşır sağa sola. Belə bilir bu adam çox belə özün. Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz. Sevmir Allah təkəbbür edəni. Əhya gecəsidir qardaş, ay möminlər. Bilin, Allah təkəbbür bəndələri sevmir. 3. Allah zalimləri sevmir. Al-İmran surəsi 140-cı aya. Vallahu la yuhibbuz zalimin. Və digər ayələrdə. Zülm eləmə. Zalimləri Allah sevmir. Haqqa girmə. Kim başqasına zülm edirsə deyə bilməz Allahın yaxşı bəndəsiyəm. Allah zalimləri sevmir. 4. Xəyanət. Nisa 107-ci aya. İnnəllaha la yuhibbu mən kana xavvanan əthima. Allah Teala xəyanətkar və günahkar şəxsi sevmir. Xəyanət eləmə. Ailəvə xəyanət eləmə. Dostuva xəyanət eləmə. Dinivə xəyanət eləmə. Rəhbərivə, imamıva xəyanət eləmə. Xəyanətin cürəbəzir növləri var. Qonşuya xəyanət eləmə. Qardaşlığa xəyanət eləmə. Allah xəyanətkar bəndəni sevmir. Son, təcavüzkar, həddini aşan. La ya eyyuhellezine amenu. Ey iman gətirənlər, möminlər. La tuharrimu tayyibati ma ahallallahu lakum və la ta'tadu innallaha la yuhibbul mu'tadin. Allahın sizə halal etdiyi pak şeyləri özünüzə haram etməyin. Allah bunu halal edib, görsən mömin özündən şey çıxardır. Yox, mən bunu yemirəm, haram edirəm özümə. Yox, həddini aşma. Əksinə də özünüzə haram etməyin və həddinizi aşmayın. Alimlər buyurur ki, halalın hədlərində aşaraq harama keçməyin. Allah nə deyib o olacaq? Qanunların neyin? Aşmayın. Allah həddi aşanları, təcavüz edənləri sevmir. Maidə 87-ci aya. Son. Möminlər, açın Quranı oxuyun. Allah Teala Quran-ı Kərimdə, Peyğəmbər kəlamında, digər kəlamlarda bizə buyurur ki, Əhl-i Beyt pakdır. Əhl-i Beyt nədir? Pakdır. Əhzab surəsi 33-cü aya. Allah Teala iradə etmişdir. İnnəmā yuridullahu liyuzhibə ankumur ritsə əhləl beyt və yutahhirakum tathira. Allah Teala siz Əhl-i Beytdən bütün çirkinçiliyi təmizləsin, sizi pak qərar versin. Allah o bir ayədə buyurur ki, Allah paşları sevir. Onda biz də gərək paşları neyniyək? Sevər. Həzrət Əli Əhl-i Beytdəndir. Peyğəmbər Əbana ad dedi ki, bunlar mənim Əhl-i Beytimdir. Əbana adlı biri kim idi? Həzrət Əli İslam'dır. Kim Əhl-i Beyti sevirsə bilsin ki, Allah da onu sevir. Kim Əhl-i Beytə düşməndirsə bilsin ki, Allah Teala onu nəinki sevmir, Allah onu düşmən bilir. Allahın lənəti olsun ona. Onun dünya və axirətdə şiddətli əzab vardır. Harada? Əhzab surəsi. Kim Peyğəmbəri incitsə, ayə belədir. Kim Peyğəmbəri incitsə, Allahın lənəti olsun ona. Onun üçün dünya və axirətdə şiddətli
əzab vardır. Peyğəmbər buyurur, Əli məndəndir, mən Əlidənəm. Əlini incidən, mən Peyğəmbəri incidib. Əlini incidən kimi incidib? Əleyhissalam. Peyğəmbəri incidib. Quran da deyir, Peyğəmbəri incidən Allahın lənəti olsun. Dünya və axirətdə onu əzab gözləyir. Ona görə möminlər, bax bu gecələrdə mən saydığım bu Quran ayələrində icazə verirsiniz, mən sizin yerinizə deyim. Mən inanmam sizə. Bilirsiniz necə? Allah Taala deyir ki, təkəbbürləri sevmirəm. Günahkarları sevmirəm. Nankorları sevmirəm. Həddini aşanları sevmirəm. İndi kimsə deyə bilər, mən indiyə qədər təkəbbür eləməmişəm. Mən təmizəm. Mən nankor deyiləm, mən günahkar deyiləm. Bunu deyə bilmərik. Amma bu axırınsın elə biləm ürəklə deyə bilərik. Biz Əlini sevirik. Bizim bugün, bu gecə, bu qapıya bir dənə sərmayəmiz var. O sərmayə nə sərmayədir? Əli İslamdır. Bəli. İnanmırsınız böyük sərmayədir? Qulaq asın. Peyğəmbərin sahabəsi Abdullah ibn Məsud tanınmış sahabədir. Quran katiblərindəndir. Görün nə deyir? Bir gün Peyğəmbərin yanına daxil oldum. Peyğəmbərə salam verdim və Peyğəmbərə belə bir sual verdim. Haqqı mənə tanıtdır, ona baxım. Peyğəmbər, salam olsun sənə. Allahın salam olsun ona və əhl-i beytinə. Mənə haqqı tanıtdır, ona baxım. Haqqı tanımaq istəyən Peyğəmbər buyurdu. Evin güşəsində bir yer olur, orada ibadətlə məşğullar. Deyir, get gir ora, get ora bax. Mən getdim orada, pərdəni belə verdim, gördüm, ağamız Əli ibn Əbi Talib əleyhissalam məşğuldur, namaz qılır. Səcdədə və rükuda baxdım imama. İmam səcdə rükuda bir dənə dua edir. Duaya bax, imam siz üçün dua edir, qardaşlarım. Pərverdigara, bəndən Peyğəmbərə xatir, Peyğəmbərin adını çəkir də çəkmirəm. Bəndən Peyğəmbərə xatir, mənim şiələrimdən xətakar, günahkarları bağışla. Amin. Həzrət Əleyhisselam, Peyğəmbərə deyirəm, haqqı mənə tanıtdır. Deyir, get gir içəridə bax. Pərdəni verirəm, baxıram, Əleyhisselam namaz qılır. Namazda, səcdə rükuda deyir ki, ilahi, sən and verirəm Peyğəmbərin hörmətinə. Mənim şiələrimdən günahkarları neynə? Bağışla. Çıxdım oradan, gələm Peyğəmbərə. Peyğəmbər gördüm, özü də namaz qılır. Peyğəmbər namaz qılır və Peyğəmbərin namazına baxdım, gördüm. Peyğəmbər də namaz qılanda Allaha dua eləyib belə deyir. Pərverdigara, bəndən Əlinin hörmətinə mənim ümmətimin günahkarlarını bağışla. Peyğəmbərdən bir şəxs yoxdur. Peyğəmbər dua eləyəndə Allaha and verir. Kimə? Əleyhisselamın hörmətinə. Abdullah ibn Məsud təəccüb elədi. Deyir, dəhşət məni bürüdü. Peyğəmbər tez namazını bitirdi. Namazını bitirən kimi üzün tutdu. Dedi ki, ey Abdullah, ey Məsudun oğlu, istəyirsən iman gətirəndən sonra kafir olasan? Təəccüb elə axı. Bu kişi Peyğəmbər dua edir, Allah Əliyə xatir bağışla. Dedim, heç vaxt Peyğəmbər. Mən Əlini gördüm, sənin adı və and verirdi. Amma səni görürəm, sən Allaha dua eləyəndə Əliyə xatir istəyirsən. Mən bilmirəm, sizin hansınız Allah yanında üstünsünüz. Peyğəmbər otur. Hədis uzundur. Peyğəmbər başladı bir ilk. Allah məni yarattı. Əlini də bir nurdan yarattı. Saydı gəldi. Hədisi axıra qədər deyə bilməyəcəm. Üzr istəyirəm. Sonda buyurdu. Kafir o adamdır ki, mənim Peyğəmbərimi inkar eləyər. İnatkar, düşmən o adamdır ki, Əli ibn Əbi Talibin, onun əhl-i beytini, ailəsini inkar eləyər. Behişt onun şiyələrinin, onu sevənlərin yeridir. Allah bizi onlardan qərar versin. Amin. İndi biz bu gecə dua eləmək istəyirik. Duamızı necə eləyək? Peyğəmbərin adından sonra bir Əliyin 10 dəfə. Allah Əliyə xatir əleyhissalam. Peyğəmbər dua eləyəndə ağamızın adını çəkib Allaha. Allaha and verib Əliyi əleyhissalamın, Əli ibn Əbi Talib əleyhissalamın hörmətinə. O Əlini çağıranda ürəklə, tam vücudunla, günahlarından tövbə elə. And ver Əleyhisselamın hörmətinə, hacətini istə. Allah səni buradan əli boş aparmasın. Amma qardaşlarım, dua eləyəndə, Həzrət Əleyhisselam özü, həyat yoldaşı xanım Fatimə-i Zəhra dua eləyəndə, İmam Həsən nə deyir? Gördüm, anam Fatimə-i Zəhra dua eləyir, qonşular. Birinci başqaları. Dedim, bəs biz?
Anam nə dedi? Ki, əvvəl qonşular, sonra biz. Onlar birinci başqasını dua ediblər, sonra özünü. Biz bu gecə dualarımızda Həzrəti Əleyhisselamın adına Allah and verib, Allahın rəhmət qapısında özümüzdən qabaq gələ bəzilərinə dua edək. Kimdir o bəziləri? Mən öz etiqadımı deyirəm. Birinci ilk növbədə duamız zamanəmizin sahibi, ağamız, mövlamız, yolun gözlədiyimiz, intizarın çəkdiyimiz, gəlişi ilə məzlumların yanan qəlbini sevindirən, zalimları aradan aparan, məzlumlara nicat verən, yer üzərində ədaləti, bu gecə nazil olan Qur'anı haqqı bərpa edən İmam Zaman ağanın gəlişini tezləşmək istəməliyik. Bizim nicatımız ondadır. 10 il, 20 il namaz qılasan, həccə gedəsən, belə müsəlman yaşamaq da yaraşmır bizə. İmam Zaman ağanın birinci istəyir. İmam Zaman ağadan sonra qardaşlarım, kesin ikinci, mənim etiqadım budur. Mən belə dua edirəm. Ağamız İmam Zaman ağadan sonra bugün zalimin qabağında duran, dünya Amerikadan, İsraildən, Siyonistlərdən qorxur. Amma Yəmənli qardaşlarımız, onların övladı yoxdur, onların körpələri yoxdur, onların evi yoxdur, Fələstinlilər insan deyil, başlarına mərmi, bomba yağır, bizdə Seyid Həsən ağamızı şəhid eləmək üçün 5 ton bomba tökürlər. Keçən Seyid Həsən bizlə idi. O ümmətə dua edirdi, ümmətin qeyrətli oğlu idi. Bugün biz birinci onları dua eləməliyik. Cəbhədə düşmən qabağında duran, həm Yəməndə, həm Fələstində, həm də vətənimizdə, dünyanın hər yerində, hər kim zalimin qabağında səngərdə durubsa onları dua eləmək lazımdır. Biz rahatıq, onlar narahatdır, qaranlıqda, soyuqda durublar. İkinci zindanda həbsdə olan qardaşlarımızı dua eləməliyik. Və söhbətimi yekunlaşdırıram. Əhya axşamıdır. Bu gecə fürsətdir, daha bir də əlimizə düşməz. Allah hifz eləsin. Zamanəmizin tanınmış alimlərindən, ariflərindən, ayətullahlarından olan Şeyx Ənsariyan. Ayətullah Ənsariyan hər əhya gecəsi dua edir. Mənim xoşuma gəlir. Mən də o duaları burada eləmək istəyirəm. Çünki indi biz Coşan-ı Kəbir duası oxuduq. Coşan-ı Kəbir duasında Allah'a deyir ki, ey o Allah ki, dostu olmayanın dostu sənsən. Sahibi olmayanın sahibi sənsən. Heç kəsin rəhm etmədiyinə rəhm edən sənsən. Heç kəsin saymadığı, ruzi vermədiyi, yanından düz keçdiyi kimsəsizlərin də Allahı sənsən. Şeyx Ənsariyan dua eləyəndə deyir ki, ay cəmaat, biz gəldik bura, əhya gecəsi dua elədik. Bəs gəlməyənlər, bura gələ bilməyənlər də iki cürdür. İmkanı olmayıb, fürsət tapıb gələ bilməyən, amma gəlmək istəyənlər. Bir dəstə insanlar da var ki, ümumiyyətlə bura gəlməyi xoşlamır. Yolunu azanlar, günah eləyənlər. Şeyx Ənsariyan sözünü deyirəm ha. Narkotika, narkomaniyadan bədbəxt olan zamanlar, əxlaqsız yola düşən qadınlar, çöldə bomboş kimi yatanlar, heç kəsi olmayanlar, hər şeyini itirənlər, Allahdan başqa heç kəsi olmayanlar, heç yada düşməyənlər, kimsəsizlər, əlsiz ayaqsızlar, gərək onlar da dua edək. Bəli, onlar da dua edək. Necə özümüz üçün istəyirik, onlar da dua edək. Həkimlər xəstəxanalarda indi özləri hansısa bir qardaşımızın, bacımızın başı üstə qalıblar. Ona diqqət edirlər, əhya gecəsinə gələ bilməyiblər. Əskərlərimiz səngərdə qalıblar. Yanğın söndürənlər gözləyirlər, birdən birinin evi yanar, təcili zəng vurar. O gedib orada bikə-bikə eləməyəcək ki, dua eləməyəcək ki. Xalqının keşinində əmniyyətini qoruyanlar, gecə-gündüz yatmayıb, xalqa xidmət edənlər, bura gələ bilməyənlər, hamısını dua edək. Pərverdigara, sənə and verir bu gecənin hörmətinə, sənə and verir bu əhya gecəsinə, ağamız Mövla Həzrəti Əleyhisselamın o qanı tökülən mübarək saqqalına, ilahi, o qardaşlar ki, zindanda həbsdədir, əziyyət çəkirlər, qazamatda, qaranlıq otaqda iftar eləyib, əhya saxlayırlar, oyaq qalırlar, o qardaşlarımızın qapısını aç. Amin. Xüsusən bizim dəyərli ruhanilərimiz, gərək onları tanıyasınız. O dəyərli ruhanilərimiz, Hacı Talih, Hacı Sərdar, Hacı Mətləb, qardaşımız, hamımızın tanıdığı Hafiz-i Quran, Hacı Zülfüqar və digər ruhani qardaşlar,
möminlər ki var ilahi, onların ailəsini sevindir. Amin. Pərverdigara bugün Yəməndə zalimin qabağında duran, canını düşmənin qabağında sənə fəda eləyən qardaşlarımızı Fələstində, Yəməndə qalib elə. Amin. Pərverdigara kimsəsizlər, narkotikaya qurşananları hidayət elə. Amin. Onları da tövbə əhlindən elə. Amin. Bilərəkdən, bilmərəkdən, aldanıb, aldanmadan, öz nəfsinin ucbatından ya pula görə bədənini satan qadınları hidayət elə. Amin. Onlara da bu dualarımızda, bu savablarımızda gələ bilməyənlər də şərik elə. Amin. Pərverdigara keşiyimizdə duran, qeyrətimizi çəkən əskərlərimizi bu savabda şərik elə. Amin. Pərverdigara kimsəsizləri, çöldə, soyuqda, qarın altında, küsədə, bacada yatanları bizim bu savabda şərik elə. Amin. Onları da bizi kimi xoş günə, firavan günə çıxart. Pərverdigara bizi qapından əl-boş naümid aparma. Amin. Xəstələrimizə şifa inayət elə. Amin. Müşküllərimizi həll elə. Amin. İlahi bizi buradan naümid aparma. Amin. Buradan gedəndə bizi günahı bağışlanmış bəndələrdən kimi apar ki. Amin. Pərverdigara dilimə gələn, gəlməyən burada amin deyən qardaşların duasını qəbul elə. Amin. Xüsusən iltiması dua deyənlər. Mənə neçə nəfər zəng vurub, Allah şahiddir, mesaj yazıblar. Adlarını çəkmək istəmirəm. Sən bilirsən ilahi, qardaşlarımız amin deyirlər. Hamı bütün qardaşlarımızın hacətlərini, dualarını müstəcab və qəbul edir. Amin.